İki hissədən ibarət çəkim etmiş olarıq. Dikdörtgen, bir də bu günləri inşallah kareni keçəcəz uşaqlar. Karede də zaten romda və dikdörtgəndə olan özelliklərin aynısı olacaq. Hissə-hissə gedəlim. Əgər sorunuz çox olarsa uşaqlar iki hissəli çəkim yaparız. Belə test 1-də birinci səhifədə buyurun dikdörtgen düz bucaqlı mövzusu. Birinci səhifədə varmış uşaqlar. 4. Dörtte öğrendim. Dördüncü sual. Aha. Çok güzel bir sual soruştunuz. Tam da eee uşaqların istədiyi. Deməli uşaqlar, dikdörtgenin ən önəmli özelliği nə idi? Onun diagonalları bərabərdir. Paralelkənarda da 4 bərabər hissəyə bölündüyü üçün. İndi çocuklar, ümid edirəm ki, bunu vəbşim yazan vardır içinizdə. Eğer mən buradan bir dənə perpendikülər çəksəm, denə hə. Burası ne olar 90'dır. İki köküsü olar. Niye göre ay Ayxan? Ona göre ki uşaqlar diagonallar kəskəndə yarıya bölündüyünə görə dolayısıyla mən tutarım ki bu şekilde de çektiğim zaman beraber hissəyə bölünəcəklər. Eğer mən özümdən buraya bir dənə A desəm, bura ne olacaktır? A üstəgəl 1 olacaktır. Niye çocuklar? Ona göre ki diagonallar yenə də kəskəndə yarıya bölünür da. Yani başa düşdünüz. Buraya kadar var mı anlamayan? Başa düşdünüz mü Ay İlyas buraya kadar? Ayşegül başa düşdünüz mü Hadice? Geldim. Hı hı. İndi FEB üçgeninde uşaqlar, ha Evklidi tətbiq eləsək, 2 kök 3'ün karesi eşittir nəyə? A vurulsun A üstə gəl 1'ə. O da ne olacaq? 12 bərabərdir A vurulsun A üstə gəl 1'ə. 2 ardıcıl da ədədlərin hasili hansılardır? 3 vur 4'tür da, düzdürmü ay uşaqlar? Demək ki uşaqlar burası 3 olur, burası da ne olur? 4 olur. 3'ün üstə də 4 gələndə bizim köydən nə eləyər? 7 eləyəcəkdir. Anlaşıldı mı uşaqlar? İndi istəyənlər YouTube'dan sonra bir daha baxarlar. Soram uşaqlar neçə dikdörtgəndə. Soram. 10 var. Ondan önce var mı? Altını eləmisiniz ay İlyas. Adil eləmisiniz altını. Benim 5-6 var bende. Gelmem. Eləmişim. 5, 6. İkisi de eyni taktikli suallar. Kısa demiş olayım. İnşallah lütfen sorularımızı elətdirəlim. Ola bilsin ki orta məktəbdə yani buna ait müəyyən çalışmalarda. Burası 6 olur. Tamam mı çocuklar? Burası ortalığında Pifagora göre hemen şey eləyə bilərəm. 40 çıx 36 elədi neçə 4. Bura nə qalacaqdır? 2 qalacaqdır. Gəlin belə bir şey deyəlim. Bizə nə istəyir ki? DY-nin DC-ni istəyir. Aha. Eğer mən buraya bir dənə A desəm, bura ne olur ay uşaqlar? A üstə gəl 2 olar. Düzdür? Qarşı tərəflər bərabər daxı düz bucaqlıda. Bu da buraya bərabər olduğuna görə burası da A plus 2 olacaqdır. O zaman DAY üçgənində 6'nın A'nın kvadratı üstə gəl 6'nın kvadratı bərabərdir. A üstə gəlinsin 2'nin kvadratına. Bu da deyəsən 6, 8, 10 olmalıdır. Düzdürmü ay uşaqlar? Benim. A olur neçə? 8 üstə 2 gələndə 10 eləyir. Bizdən cavab nə olacaqdır? D bəndi olacaqdır. Lütfen qeyd eləyəlim kitabımızın üzərinə. Lütfen qeyd eləyəlim. Lütfen qeyd eləyəlim. Lütfen qeyd eləyəlim. Hı -hı. Elədim ben. Elədiniz. Ama 6 altıda da Haycan qardaş. 6'da axı trapezyadır. O AB AD C'ye hissəsi. Başa düşdüm. Onun trapesiyalığı bizə lazım olmayacaq ürəyim qurban. Bax yine aynı şəkildə taktiki deyirəm özünüz eləyərsiniz. A üstəgəl 6 yaptığımız zaman bura 12 olacaq. Yenə də quzu kəsərəm. A üstəgəl 6 olur. A'nın karesi üstəgəlinsin 12'nin karesi eşittir nəyə? A üstəgəl 6'nın karesi. A kare üstəgəl 12A üstəgəl A seçim. bir şey başa düşdünüz də 144'ten de 36'nı çıxıb 12'ye bölürsünüz yəqin. Nəsə bir şey alın. Sonra da n'nin uzunluğuna vurursunuz. Anlaşıldı mı Adil? İlyas başınızda yəqin ki. Yani Yazdım. Keçdi ikinci səhifəyə. 10-cu sual dedilər. Başqa olsa lütfən deyəlim. Çünki sizə də faydalı olsun, bizə də faydalı olsun. Yaxşı ki 5-ci günə sınaq salmadıq. Ayxan dedi. Bu həftə ama 5-ci gün havalar məncə düzələr. Belə uşaqlar. Nədir uşaqlar? Bu yenə dikdörtgəndir. Təmbölən var. D'yə açı ortayı vardır. Bizdən nə istəyəcəkdir?
X'i isteyecektir. İlyas eləmirsən mi bunu? Bəli. Bir saniye özür diliyorum arkadaşlar. Hmm, hı hı, tamam. Aha. Buyur İlyas de. Kim bilibsə desin zəhmət olmasa. Birinci orada verilən AD'yi, yəni o bucağı tapmalıyıq. Orada DY'nin BY'ye bərabər olduğunu deyir. Ona görə YB D bucağı da A olur. Yəni Bəli. 30 Bir 60 dənə səbirli 90. ol, bir dənə səbirli ol indi. Deməli, qardaş çox gözəl buyurdu. Tənbələnlər olduğuna görə A o olur. DY də YB-yə bərabər olduğu üçün nə olacaqdır uşaqlar? İkizkenar olacaqdır və ikizkenar olduğu zamanda da məcburən B bucağı A olacaqdır. İndi DAB üçbucağında 2A ilə A 3A bərabərdir 90'a A neye beraberdir? 30'a. 30 olanda da 30, 30, 30 olur ve burası da ne olur? 60 olur. Aha. Sonra bize ne verir? 30'un qabağındakı x-dirsə, 90'ın qabağındakı 2x olur. Dolayısıyla burada 2x olur eşit olduğu için 3x beraberdir 6 kökçe. X de neye beraberdir? 2 kök altta 3'e. Tamam mı? Bu da və salam da B bəndi. Qeyd eləyəlim lütfən. Qeyd elədik. Sonra neçə var idi uşaqlar test 1-də? Test 1-də neçə var idi? 11 var müəllim. Bəli, məncə də 11 var. Dikdörtgen ümumiyyətlə çox asan mövzu olduğuna görə göstər çox salınmır bu. Çox yəni göstər çox asandır. Elimlə. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Ayxan elə görüm 11-i. Müəllim, Amma elə burada məncə 11 11. yoxdur müəllim. Mən bunu Ha, demədim. bu 11'i demirlər, hə? Yo, test Mən 1-də, bu- hə. Yo, bir dəqiqə. Adil sən bu 11-i deyirsən. Bir danışalım ki uşaqlar. Bəli, müəllim, bəli. Bu 11-i değil mi? Yox, bu 11-i deyir də. Buradan bir dənə hamısını çəkib uzatsa. Mən deyim onu. Mən elə bildim test işləşini deyirlər. Deyim Yo, onu. test keçməmişəm hələ. Deyim. D quzu gəzərəm 5. Mən 5, 13, 12 olur. 25 sonrası olur 13. F'ye de olur 13. Ola qalır 4. Bizdən A, K, F'in şeyini istəyir. Ola ki, o da oldu 13'də. F'ye de oldu 13. Aha. 13 o da Dördə 4, vurdu 17. 17'nin de 2'ye vuranda perimetre oldu. Nesə 34. 13 oldun hardan tapdıq ki, müəllim? Hansı 13'ü? Tabii uzunluq 25 değil. Quzu gəzərəm. 25'ten 12'nin çıxanda elə də 13 də. Hmm. 25, 29. Mən AK-naya bərabər. O AK da 10. Hə, 10. Hətta yəni onsuz da. Bəli, bəli. Sonra hansı test 1-də uşaqlar? Test 1-də yoxdur. Test 2-yə keçdik. Buyurun. Hə, burada bənzərliklər çoxdur. Ona görə biraz yəqin ki sorularınız çoxdur. Hə, başa düşdüm. 8. Yo, birinci sayfada var mı arkadaşlar? Birinci sayfada uşaqlar. Nesə? 1. 1. Bənzərlik 1, 2, 3 bunlar hamısı Evklit falan bənzərliklərdir. Baxın, qarşı-qarşıya veriləndə, uşaqlar, qarşı-qarşıya veriləndə üçbucaqların oxşarlığı olur. Tamam mı? Bunlar şəkli beyaz çox qəşəng çəkirlər ki, şagird formalaşsın. Bax, diqqət eləyin məsələsinin bir dənəsini deyim. Sıra bucaqları yazmaq lazımdır. Sıra bucaqları yazmaq lazımdır. Sıra bucaqları yazmaq lazımdır deyən kimi gördünüzmü? DFY ilə AFB
Kelebek kuralı kimi ne oldu? Karşı karşıya. Uşaqlar ne oldu? Benzer oldular. Düzdür mü Evet, uşaqlar? yani benzer. Benzer oldular, bəli. İndi uşaqlar, B'nin qabağındakı 2, B'nin qabağındakı X yuxarıdan aşağıya eşittir. A'nın qabağındakı 6, dikkat edirsinizmi? A'nın qabağındakı, ne diyelim? Buraya da bir, ne Y diyelim. Hı hı. Ha, orada Başa F1. düşdüm. Heç mən bənzərliyi izah elədim. Heç Evkliddir də, hazırdır da. Ha, elə Evklid özü də bənzərlik deməkdir, eyni bir şeydir. 90 dərəcə olduğuna görə h kvadrat bərabər nəyə? K vurulsun P-yə. 6'nın karesi də bərabərdir 2 vurulsun X-a. O da nə olur? 18 olur. Evklid özü də zaten bənzərlikdən alınmadır onsuz da. Adil başınız mı Xədicə? Bəli, müəllim. Hı hı. Bəli, müəllim. Soram. Bak, arkadaşlar sorumuz kalmışsa lütfen elətdirəlim. Zəhmət olmasa 2 ilə 3-ü də izah edə 2 ilə bilərsiniz. 3'ü də izah eləyəlim. Çox yəni savadlı oğlandı. Yenə baba. 9 4'üm yenə də Evklid'e görə. 9 4'üm 36 burayla da 6. Evklid teoremi. Anlaşıldı mı uşaqlar? Bəli. Aha. İndi elə promoy belə deyə bilərəm da A ilə A elə bənzərliyə çevirdi şey. B ilə B olanda daxili çarpaz yəni bucaqlarda. Yuxarıdan aşağıya bölürəm. B'nin qabağındakı X'in aşağıda B'nin qabağındakı 6'ya nisbəti, yuxarıda A'nın qabağındakı 9'un, aşağıda A'nın qabağındakı 4'ə nisbəti. Buradan da çarpaz vuranda 4x bərabərdir. 9 6 neçə eləyir? 54'ə. İnci gəldi. Əbdülsəydə şey çatmır. Dalğa çatmır. Yəqin ki X də bərabər neçəyə? 27 bölünsün 2'yə. Bax, bunlar çox önəmli misallardır uşaqlar. Salam müəllim. Salam İnci, necəsən? Yaxşı müəllim, siz necəsiz? Çox sağ ol. Yəqin internet falan yoxdur. Hı hı. Sonra uşaqlar neçə? Üçü də dediniz deyəsən, hə? Yazdınız mı uşaqlar bunu kitabınıza? Müəllim, bu neçənci testdir? Test 2'yə keçdik. Hamısını video çəkiliş eləyirik İnci. Paylaşacağım YouTube'da. Eşidirsən mi mənim balam? Oldu müəllim. Hı. Üçü də demişdi şeydi Adil. Adil indi sən indi üçü köməklə aynısıdır 1-2 ilə. Orada baxın bir dənə. Həm yenə şeydə HK bərabər KP ilə gedəcək. Bəli. 4'ün kodu bərabərdir 2 vurulsun 8'ə. Sonra quzu kəsərəm. Onu tapdıqdan sonra da müəllim oxşarlıqları tapmağa çalışmalıyıq. Bəli. Yuxarı bax fikir verirsiniz. 8 2'dən 4 dəfə böyük olduğuna görə 4 dəfə böyük olduğuna görə neçə eləyir? 16 eləyir, yəni C. 16. Yəni bənzərlik kuralı. Bax məsələn siz görmüşkən uşaqlar sağ tərəfdə də aynısını paralelliyini görürəm. Tamam mı? Ayşəgül 6-cı sualı da görün mənim balam. Burada birinci F'den aşağıya doğru indiririk. 2 18 olarak ayrılır. Evklidi yazırıq. 2 vurulsun 18 bərabərdir 6'nın kvadratına. Sonra da 2'nin 6'da 8 8 verir kenara. 8 bu da Adil. 20, 28 bu da 2, 56 olacaq. Sonra deyirsiniz ki Ayşəgül zəifdir. 52 bal yığıb bu dünənlər olimpiyadada. Söküb dağıdıb özü. Nihat da Kesilməli. maşallah. Yox, bilinmir. Cavablar çıxır da, cavab kartları çıxır. Nihat da maşallah super yazıb Nihat. Nihat Cəfərli. Halal olsun bizim uşaqlara. 11'lər də yaxşı yazıblar. Zakirgil falan. O şeylər. YÖS-dən 470 saat yığanlar. 480. İnşallah uşaqlar yaxşı olacaq. Adil ekranına nəsə qoydu. Bu səhifədə hansını izah eləməyimi istəyirsiniz uşaqlar? 4, 5 hansını izah eləyim İnci? Müəllim, kitab mənim hələ yanımda deyil. Evə hələ çatmamışam. Hə, eybi yox. Elə bir ne deyirsə kitab yanıma özü gələcək yəqin ki. Yəni 4'ü eləmisən İlyas, Adil eləmisiniz Ayxan. Mən Eləmişəm. 4 yenə F-dən gedirik. 6-cı Bəli. Burada da yəni deyirəm A X-də olur, dörd D-i Altı olur, bərabər, A üstə gəl 5. Bəli. Bir də izah eləyən kimi maşallah O onsuz da da 13 siz. olur orada. Bəli. Görürsünüz. 5. Bəs 5 necə olacaq çocuklar? Orada AA desək ikisinə də.
Bəli. Yenə də Evklid 6-nın kvadratı bərabərdir. Elə uşaqlar asandır da uşaqlar. Baxın şifahidir. 6 2A, bərabərdir. 4 3 vurulsa 12. yapalım. 12 də yarıya bölünür 6 olur. 6 6 6 kök 2 olur. Ümid edirəm ki, aşağıda cüppultu gəldi. Yəqin ki, maşın sürüşüb maşına dəymədi. Hı -hı. Davam eləyək uşaqlar. İkinci səhifəyə keçdik test 2-nin. 8. 8. Çox gözəl bir sualdır. Mən bundan əvvəl bu səhifənin ən çox soruşulan 7 nömrəli sualının izahatını istəyərdim. Kim eləyib uşaqlar? Xədicə eləmisənmi? Eləmişəm. Mən də 8, bəli. Xədicə, de görüm. Müəllim eləməmişəm mən. Mənim bir dənə pis xəsiyyətim var ki, hissiyatım çox güclü olduğuna görə onu sırası reaksiyalardan. Buyurun Ayxan bəy, necə eləyərik? Mən 8-i dedim, eləmişəm. Yo, 7-ni kim eləyib 7-ni? Mən Mən eləmişəm. eləmişəm. De İlyas, de İlyas, de İlyas, de İlyas, de. Yəni, birinci orada Evklidlə DY-ni 3 tapırıq. Ondan sonra da qarşı-qarşıya kvadratların cəmi bir-birinə bərabərdir. Kök 73 almış. Zaten bir hissəsini mən dedim, bir hissəsini də. Bildiniz Evklidlə əvvəlcə yuxarı üç bucaqda AD, S üç bucağında bu üç bucaqda Evklidlə H kvadrat bərabərdir 1 vurulsun 9-a. O da eləyir 3. 3-ü köçürtdüm buraya. 9-dan 1-i çıxanda elədi neçə? 8. Tamam mı? Pifagora görə də müəllim 1-i hardan gəldiniz? Dikdörtgəndə keçmişdik ki, kənar tərəflər bir-birinə bərabərdir. Pifagora da görə 64-ün üstə 9 gələndə neçə elədi? Kök altda 73 elədi. Mən bir dənə sual verə bilərəm. Can, İki can. orada Evklidlə tapdıq da. Bir 9-a vur, 3 altına saldıq. Bəli. DY-ni. Bəli. Gəldik 8-ə. Heç kimsə eləməyib, düzdür 8-i. 15-75-də uşaqlar nətər idi 15-75-də? H4'da. H4 eşitdir. AC 8 olduğuna görə burada 4 dəfə böyük olduğuna görə 2 olur. Deməli çocuklar ADS-nin alanı nə olur sahəsi? 2 vurulsun 8 bölünsün 2 olur. 2'lər getdilər. Oldu 8. 8, 8 elədi necə? 16. 60 VP çap. Bizə nə istəyir? Hə? Səhvlik var, yoxsa necə? Yo. Mən də 16 tapmışam. Mən də Mən 16 burada almışdım amma Yo. Ola bilər mən hesablama səhv eləyə bilərəm. 60 cavab verə. Bir dənə də baxalım. H4 H olduğuna görə H, qardaş AC 8 verib. H 4 dəfə 2 olduğuna görə 2 olur. 2 vurulsun 8 bölünsün 2 8 olur. 8 isə 8-dir. Hə, siz yəqin ona görə soruşdunuz ki, səhvlik var. Yo. 9-10. Tamam. Qeyd elədiniz də uşaqlar. Biraz önceki 7'nin aynısı olacaktır. Necə? Yenə 6, 9. J başınızda yəqin ki 36 3'e böləndə elədi 12. J başınızda uşaqlar. Buradan da perpendikulyar çəkən kimi 3, 9, 6, 9'un kvadratı, 6'nın kvadratı sırasında oldu x'in kvadratı. Sonra bu səhifədə uşaqlar. Mən də başladım siz niyə bəzi sualları çətinlik çəkmişsiniz. Biraz 12. sual tipləri şeydə yoxdur. İndi çocuklar belə bir şey deyəlim. Belə bir şey deyəlim. Onun sualı yəqin bildiyinizdə uşaqlar qarşı-qarşıya AP-nin kvadratı üstə gəlsin PC-nin kvadratı bərabərdir DP-nin kvadratı üstə gəlsin PB-nin kvadratı. Eynisi də 11-də də olacaqdır. Hə, 12 şey fərqli sual oldu. Deyimən. Bir saniyə. bu da elə olsun. Aha. 4'ten 1'i çıxanda 3 olur. Tamam mı? Sonra buyur İlyas de. Hə, ondan sonra oxşarla AK 3 olur, KB 4 olur. Pifagorla Bir da 5 saniye, 5 bir olur. saniye, bir saniye, bir saniye. Çok güzel dedin.
Bu misalda oxşarlıq kongruentliliyə çevrilir. Gəlin isbat eləyəlim, baxın. Bura 40 dərəcə olduğuna görə formalni 40 dərəcə deyirəm. Bura olur neçə? 50 dərəcə. 40 dərəcə olduğuna görə 50 dərəcə. Tamam mı? Bənzər oldular. Çünki bucaqlar eşit olanda üç bucaqlar nə olurlar? Bənzər olurlar. Amma bucaqlar eşit olduqdan sonra tərəflər eyniliyə çevrilirsə, bərabər olsa, deməli onlar kongruent üç bucağa çevrilir. Yəni 50-nin qabağındakı 4-dürsə, 50-nin qabağındakı da 4 olur. Yəni üç bucaqların bərabərliyi. Dolayısıyla bura 5 olur. 3, 4, 5, 3, 4, 5, 5, 5, 5 kök altı 2 olur. Yəni B bəndi. Aydındır mı çocuklar? Adil başınız, inci başınız da yəqin ki, Xədicə. Bəli.